Bu, Vladimir Putinin pərdə arxası həyatı və şəxsiyyətinə dair qısa bir icmaldır. Mənbələr, onun keçmiş KGB agentliyindən bugün bildiyimiz sərt Rusiya liderinə çevrilməsinin arxasındakı səbəbləri araşdırır. Deməli, birincisi, onun KGB zehniyyətidir, yəni Dövlət Təhlükəsizlik Komitəsi keçmişi. Bu, hər şeyə təsir edir. Baxın, o texnologiyaya zərrə qədər güvənmir. Əvəzində hər gün 3 məxfi kəşfiyyat dosyasına arxalanır. Zəhərlənməkdən də o qədər qorxur ki, xarici səfərlərə gedəndə öz aşpazlarını, hətta təsəvvür edin, yataq dərslərini belə Rusiyadan aparır. Üstəlik, SSR-nin dağılmasını sağalmaz bir xəstəlik kimi görməsi onun bütün dünyaya baxışını formalaşdırıb. İkincisi, onun nəzarət və gizliliklə dolu şəxsi həyatı. O, adətən gec oyanır və ölkəni Moskva kənarındakı iqamətgahından idarə edir. Deyilənə görə ən vacib qərarlarını hovuzda tək üzərkən verir. Maraqlıdır, elə deyilmi? Buz hokeyi isə bu sadəcə bir idman deyil. Bu ona çar deyən oliqarx dostları ilə bir güc nümayişidir. Və bu gizlilik elə bir səviyyədədir ki, o qızları Mariya və Yekaterinanın kimliyini illərdir ki, sir kimi saxlayır. Və nihayət üçüncüsü, onun böyük Rusiya vizyonu. Bütün bunlar əslində bir məqsədə xidmət edir. Putinin əsas hədəfi Ukrayna və Belarusu da içinə alan bir imperiyanı yenidən qurmaqdır. O, SSR-nin dağılmasını 20-ci əsrin ən böyük geosiyasi fəlakəti sayır və bu tarixi səhvi güc yolu ilə düzəltməyə qararlıdır. Yəni, qısacası, Putinin şəxsiyyəti, bir keçmiş agentin paranoyası, mütləq nəzarət həvəsi və tarixi yenidən yazmaq missiyasının mürəkkəb bir qarışığıdır.